Ayazlı şaxtalı qış, fəsillər gözəli baharın pişvazına çıxır. Ona baş əyir. Öz taxt tacını təbiətin füsunkar qızına təhvil verir. İşvəli nazlı bahar, Ərdəbilin qarlı dağlarına yaz ətri, yaz nəfəsi gətirir. Bir əlində qırmızı xonçaq, içində 7 löyün şirniyyat, oyalı yumurta, yamyaşıl səməni, zəfəranlı plov, bir əlində isə Mirzə Xəlil kişinin sovqatı. Novruz gözəlinin bu bəxşişi İşraqilər ailəsinə övlad payı, qız payı idi. Sidiqəm, bilirsən uşağın adını nə qoymaq istəyirəm? Nə, Xəlil? Bir əfsanə eşitmişəm. Bir qartal heyvan cəmdəyini parçalayıb onun bağırsaqlarını ağacın üstünə qaldırır. Ancaq arzusuna çata bilmir. Bağırsaq ilişib qalır. İsti havada quruyur, nazilir. Şiddətli külək əsəndə ağacın budaqlarına toxunub ahəngdar bir səs çıxardır. Sən deməm, o vaxtlar bir duyğulu insan keçirmiş. Nə eşidir, heyrətlənir, soruşur, öyrənir. Və həmin qurumuş bağırsaqdan bir sim düzəldib, qəlbə bir musiqi aləti icra edir. Adını da qoyur, Rübab. Uşaq həmişə ağlayanda, neysə mənə o Rübabın səsini xatırladır. Ona görə də istəyirəm ki, uşağın adını qoyum Rübabə. Rübabə? Nə olar ki? Qoy olsun Rübabə. Mənim balam. İlahi, özün hifz elə balamı. Qüdrətin ondan əsirgəmə. Qızım bugün ilk dəfə səhnəyə çıxır. Yolunu işıqlı elə. Xəlilin arzusunu gözündə qoyma. İstəyir qızım müğənni ola. Gecə gündüz neyi çalıb ona. Allahım, balama uğur gətir. Ərdəbilin sazçı yeniyetmələri arasında Rübabənin öz yeri vardı. Ürəyə yatımlı, məlahətli səsi onu taytuşlarından fərqləndirirdi. Rübabənin avazı eşidiləndə sanki buludlar dağlardan aşağı enir, örpəyini göy çəmənə sərərək məftun bu səsə qulaq asırdı. Həmin illərdə, daha dəqiq desək, 1946-cı ilin baharında Azərbaycan Milli Hökuməti İran tarixində ilk dəfə Təbrizdə Dövlət Filarmoniyası açılması haqqında qərar verdi. Bu təzə sənət ocağının yaradılması 22 yaşlı Əli Tudaya həvalə edildi. O vaxt
Elektrik enerjisi Azərbaycanda nadir nemət hesab edildiyindən filarmoniyanın bütün konsertlərini efirə vermək mümkün deyildi. Bu səbəbdən də ayrı-ayrı mahallara dəstə-dəstə musiqiçilər göndərilməyə başladı. Bir gün Ərdəbildə qastrol səfərindən qayıtmış dəstənin üzvləri maraqlı bir əhvalat danışdılar. Bizdən sonra səhnəyə şux qamətli, utancaq simalı, çatma qaşlı yeniyetmə bir qız çıxdı. Dedilər, Ərdəbil şəhərinin sakini Molla Xəlil İşraqinin qızıdır. O, əvvəlcə çaşqın halda donub qaldı. Sanki sükut dənizində lal dayanmış kiçik bir qaya idi. Elə ki, musiqi dilə gəldi, qız oxumağa başladı. Şağraq zəngülələri, Savalanın ağ suları, Ərdəbilin sarı bülbülləri tək ürəkləri qürur rübabları ilə doldurdu. Bu gənc Rübabə Muradova idi. Rübabə Təbriz Filarmoniyasına dəvət alsa da, həmin səhnədə iştirak etmək ona qismət olmadı. 1946-cı ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Azərbaycan Milli Hökuməti süquta uğradı. İşraqilər ailəsi də bir çox soydaşlarımız kimi vətəndən perik düşdülər. Uşaqlıq illərindən həmişə yadımda qalanlardan anamın çöhrəsini həmişə qəmgin görürdüm. O vaxtlar bilmirdim ki, onun o ürəyindəki qəmdir, kədərdir. Xanım anam Rübabə Muradova heç vaxt bizə bildirməzdi ürəyinin ağrısını, ürəyinin iskilini. Mən bunları dərk eləyəndə artıq böyük qızı idim. Bilirdim ki, o həsrət ağrısı, vətən ağrısıdır onun qəlbində. Mən belə xatırlayıram ki, 1946-cı ildə onlar İrandan qaçmağa məcbur olublar. O vaxtlar Səlyanda məskunlaşıblar. Anam Səlyanda teatrlarda oynayıbdı. Bir gün orada teatrda oynayarkən elə olub ki, Bakıdan Ələsgər Ələkbərov ora Səlyana Vaqif teatrını gətiriblər. Vaqif teatrında Xuramanı oynayan aktrisa xəstələndiyinə görə biliblər ki, burada Rübabə xanım o rolu oynayıbdı. Onu dəvət eləyiblər ki, əvəz edici kimi Xuraman əvəz eləsin, oynasın. Və o, həmin o rolu ifa eləyəndə Ələsgər Ələkbərovun diqqətini cəlb eləyibdi. Onun diqqətini cəlb eləyəndə teatrdan sonra Ələsgər Ələkbərov ona yaxınlaşıb deyib, qızım, sənin yerin bura deyil. Gəl Bakıya, sənə kömək eləyərik və siz orada rollarda iştirak eləyərsiniz. Sonralar anam Qulu Əsgərovla, o vaxtlar o həmin teatrda Qulu Əsgərovla rollarda oynayırmış. Qulu Əsgərova qoşulurlar, gəlirlər Bakıya. Bakı qollarını geniş açdı, bağrına bastı onu. Tellərinə sığal çəkdi, ovundurmağa çalışdı. Bu sənət məbədində Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında işə düzəldi. Tahir Üzeyri bəy 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı yaratmışdı. Az bir müddət baxdı. Bu mahnı və rəqs ansamblı demək olar ki, cəmaatın zövqünü oxşayaraq böyük bir rezonansa keçmişdi. İnandırıram sizi ki, bu mahnı və rəqs ansamblında ən görkəmli incəsənət xadimləri yetişmişdi. Bunlardan təkrar olmaz Cahangir Cahangirov, bizim səsi ilə təkrar olmaz Şökət xanım, Leyla Bədirbəyli, Əlbaba Abdullayev,
Demək istəyirəm ki, bu mahnı və rəqs ansambli gözəl tarixi və tarixdir. 1940-cı illərdə mən bu rəqs ansamblinə gəlmişdim. 50-ci ildə dedilər ki, bir gözəl müğənni gəlib, Azərbaycan Dövlət Mahnı Rəqs Ansambli tarixini daha da zənginləşdirməyə. İnandırıram sizi ki, mən gözlərimə inanmıyorum. Bir Nazənin qız səhnəyə çıxdı. Bizə Şövkət xan, Cahangir müəllim deyib, bunlar hamısı gələndə xordan çıxırdı. Lakin bu qız öz səsinlə xora yox, birbaşa solist kimi. Bu Rübabə xanımdır. Rübabə xanımız məşhur tarzən Bəhrəm Mənsurov kəşf etmişdir. Yağış döyür pəncərəm, iklim daram çəkir məni, əsən külək ötən quşdan, candan xəbər alır səni, sənsən mənim söhbətim sözüm, sənə qurban olub özü, can sevgilim, akşam səhər. Yollarında qaldı gözüm, yollarında qaldı gözüm. Rübabə Muradova musiqi məktəbində oxuyarkən mən dəfələrlə onun çıxışına qulaq asmışdım. İfaçılığı və səhnə mədəniyyəti çox xoşuma gəlmişdi. Mən onun timsalında opera səhnəmizdə Leyli, Əsli, Ərəbzəngi və Şahsənəm gördüm. Sesi də, boyu buxunu da, aktrisalığı da opera səhnəsi üçündür. Mən gənc müğənnini 1954-cü ildə Üzeyir Hacıbəyovun ümum xalq məhəbbəti qazanmış Ölünməz Leyli və Məcnun operasında Leyli obrazını oynamağa dəvət etdim. Məşqlər zamanı gördüm ki, Rübabənin Leylisi gördüyüm Leylilərdən fərqlənir. Sana benzeren vefadayım, ben hem sana benzeren vefadayım, belki neçə dəfədən ziyadə sen tək, mən bülbülü bağı firqətən zar, amma qəfəs içrəyən giriftar, olsaydı mənim bir ixtiyarım, olmazdı səndən özgə yarım. Gel ey Mecnun'im, gel ey Mecnun'im, Leyline al canımı. Vefasız olmuşam, vefasız olmuşam, billah tök kanımı ayaman, kanımı, kanımı. Rübabə Muradova Leylini elə oynayırdı ki, elə bil öz taleyini oynayır. Günlərin birində tamaşadan sonra Hindistanın kino ulduzu, istedadlı rejissor və aktyor Raj Kapur səhnəyə çıxır. Bayaqdan onu vəcdə gətirən, əsrət qəlbini əsim-əsim titrədən Leylini Rübabə xanımı ayrıca təbrik edir. İfanızdakı bir cəhət mənə çox maraqlı göründü. Ağlayırdınız, gözünüzdən yaş gəlirdi. Ancaq bu səsinizə, oxumanıza təsir etmədi. Qəribədir, çox qəribədir. Məni öz ifanızla həvəsə gətirdiniz.
Leyli və Məcnun filmi çəkmək istəyirəm. Leyli roluna çəkilməyə razı olarsınızmı? Rübabə Muradova operada hər gün tamaşaların getdiyini səbəb gətirərək böyük sənətçiyə təşəkkürünü bildirir. Taleyindən imdad diləyən Leylini, bəxtindən dil-dil şikayətlənən Əslini, sözün həqiqi mənasında Rübabə Muradovanın taleyini bəlkə də ilahi muğamlarımızın taleyinə bağlayıb. Bəlkə elə buna görədir ki, Aşıq Qəribdəki Şah Sənəmi, Şah İsmaildəki Ərəb Zəngini, Gəlin Qayasındakı Sənəmi yaşadığımız dünyanın röyası, içimlik suyu, udumluq havası hesab edirik. Rübabə Muradova nə inirdisə, nə danışırdısa, onda niskil var idi. Çox ağır niskil var idi. O, vətən həsrəti ilə yanırdı həmişə. İfalarında həmişə körəldirdi adamı. Bir gün biz səhnədə oturmuşduq, Leyli Məcnun məşq olunurdu. O ölüm səhnəsində Rübabiyə dedilər ki, sən bu yeri çox əla aparırsan, Şam səhnəsini. Sonra belə oldu ki, mənim Gəlin Qayası operam istehsalata bırakıldı, məşqlər başlandı. Rübabə xanım sənəmi hazır verdi. Onun sənəmi əvəz edilməz idi. O qədər gözəl ifa eləyirdi sənəmi. Mən heyran qalırdım. Çox heyran qalırdım. Təsəvvür eləyin ki, Rübabə xanımın çox muğam operalarında mahir usta idi, mahir ifaçı idi. Amma mənim sənəm obrazım yenilik idi onun üçün. Ona görə ona çox ciddi münasibət bəsləyirdi. Gözlərimi istəsəm, gözlərimi istəsəm, Sənəmin də ölüm səhnəsi vardı. Bax, bu ölüm səhnəsində o Sarı Torpaq muğamını ifa eləyirdi. Dedi ki, Leyli Məcnundakı o ölüm səhnəsindəki ifama oxşamasın. Bu mənim o qədər xoşuma gəldi. Çox xoşuma gəldi. Və mən onu həyat tarixçədə yazmışam. Gözüne kurban, canına gösterine, gözüne kurban, beni sarmaz diye, sözüne kurban, sözüne kurban, sohbetim sazına, baharım yazım. Rübabə xanımı Bəxtiyar Kərimovla ilk Gülxar Həsənova tanış eləyirdi. O gündən Bəxtiyarla Rübabənin tanışlığı belə başlanır. Rübabə xanım xasiyyəti çox mülayim, böyüklə böyük, uşaqla uşaq. Mənim uşaqlarım ona bibi deyirdilər. Mən də onun gəlini idim. O
O ilk dəfədən mənə dedi ki, sən mənim gəlinimsən. Toyumuzu da özü dedi ki, Baxtiyar, heç kəs sənin toyunda oxumamalıdır. Ancaq mən oxuyacağam. Doğrudan da 64-cü ildə Rübabə öz toyumuzda gəldi, toyu axıra kimi apardı. Uşaqlarım da onu elə sevirdilər. Bibi deyəndə o deyirdi ki, can bibi, elə ürəkdən deyirdi onu, bibi qurban saat deyirdi. Dur, gəl yanıma. Uşaqlar gedərdilər, hələ orta məktəbdə oxuyurdular. Gedərdilər, Rübabə onlarla əylənərdi. Hələ anası rəhmətli Sidiqə xanım sağ idi. 72-ci ildə Begdilli Aman Ayrılıq kitabını Rübabə xanım gilə gətirmişdi. Onda Rübabə kitabı əlinə alıb daraqladı. Orada Heydər Babaya Salam poemasından 3-4 kuplet şeiri seçdi. Dedi, mən bu şeir xoşuma gəlir. Başladılar, dedi ki, Baxtiyar, bax gör bu şeiri oxuyuram, bax gör qafiyələri düz gəlsə buna bir mahnı yazaq. Yazandan sonra Məmməd Şəhriyara zəng eləyərək bir həftənin içərisində Heydər Baba mahnısı yarandı. Rəhmətli Məmməd Şəhriyar zəng vurmuşdu. Rübabəni təbrik eləyirdi. Hansısa bayramı idi, yadımda yoxdur. Dedik, olar ki, onu səsləndirəsiz. Baxtiyar piyaninoda çaldı, Rübabə oxudu. Şəhriyar isə telefonda ona qulaq asırdı. Heydər Babaya Salam mahnısı belə yarandı. Heydər Baba, eldırımlar şaxanda, sellər, sular şapıyıb baxanda, qızlar ona səx bağlayıb baxanda, salam şövkətlər, sənin də bir adım gəl. Heydər Baba yıldırımlar çıxanda, Heydər Baba yıldırımlar çıxanda, seller sular şaqqıldaşı baxanda, seller sular şaqqıldaşı baxanda, qızlar ona səhv bağlayıb baxanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun şövkəti zəyirsən, mənim də bir adım gəlsin deyirsən. Salam olsun şövkəti zəyirsən, mənim də bir adım gəlsin deyirsən. Heydər Baba gün sinəni dağlasın, Heydər Baba gün sinəni dağlasın, gözüm qulaqlarım ağlasın. Ana haqqında danışmaq nə qədər xoşlusa, bir o qədər də mənə ağırdır. Ağırdır ona görə ki, o bütün həyatı mənim yanımda, mənim gözüm qabağında keçib. Onun hər bir hərəkəti, hər bir davranışı mənim gözüm qabağında. Ana kimi həddən ziyadə rəhimli idi. Elə bil ki, bir evdə o 2 nəfəri, həm atanı, həm ananı əvəz edir. Xasiyyəti çox ağır idi. Məktəbə heç vaxt bizi hamıdan seçilməyə, kimdənsə artıq olmağa qoymurdu. Həmişə deyirdi ki, qızım, həmişə elə geyinin ki, sadə. Məktəbdə sizin kasıblar da var. Onlar baxıb sizə həsəd aparmasınlar. Paxıllıq çəkməsinlər. Həmişə özünüzü bacardığınız qədər sadə aparın. Heç yadımdan çıxmaz, məktəblərin qırmızı qərənfil ansamblinə gedirdim məktəbdə. Qorxurdum. Bilirdim ki, oxumağı qoymayacaq. Məktəbdə bizdə gecə keçirilirdi. Mən o günü oxumalıydım. Bunu ancaq evdə bizdə xalam mahrum bilirdi. Heç kəs bilmirdi. Ona da yalvarmışdım ki, deməsin mamama ki, mən büyümləri oxuyacam. Nəysə, mən məktəbə giyindirib gedəndə, qapıdan çıxanda belə çox qəribə baxışla baxdım mənə ki, abla elə bir konsertə gedirsən, nə yaxşı başvağlamazdan bağlamısan. Qatibi ayrılmış, biz evdə ona hamımız Rumuş deyirdik. Nənəmə isə hamımız mama deyirdik. Özünün belə xoşu gəlirdi ki, mama sözü böyüklük əlamətidir. Ana sözü evdə böyük, ağbirçək əlamətidir. Ona görə biz hamımız nənəmə mama deyirdik. Onu evdə hamı Rumuş deyirdi, böyükdən kiçiyə kimi. Mahru Qati ayrılmış, bəs bu günləri məktəbdə onların uşaq gecəsi var, səhərcikləri var, Şahnaz orada şeir deyir. Elə bir ki, hiss eləmişdi. Nəysə gəldi,
Gəldik, şirin oxuyan yerdə elə bir nəsə mənə bir ağırlıq gəldi. Bir qorxu hissiyatı gəldi mənə. Sonra fikirləşdim ki, saat 6'dır, amma yaqın ki, operadan elim özümdən gəlməz. Sən də bizim məktəbdə həkim otağı var imiş. Məktəbin zalının üstündə onların pəncərələri həmin zala baxırdı. Gedib oradan dayanıb baxıb mənə. Bəli, oxuyub qutarandan sonra gördüm ki, bir qəşəng gözəl bir səbət gəlib mən üçün. Özü belə çox qəribədir. Üstündə yazılıb qızım, evdə danışarıq səninlə. İndi təsəvvürə gətirib mən də hala düşmüşəm. İndi nə evə gedə bilirəm qorxumdan, nə də məktəbdə qala bilirəm. Eve gəldim düzdür, heç belə qışqırmadı, acılanmadı, xoşu gəlmirdi. Həmişə deyirdi ki, evdə uşağı gözümü çıxdıya salanda olmasa, həmişə bizə də deyirdi ki, uşağı döyməklə, söyməklə, qışqırmaqla tərbiyə eləmək olmaz. Uşağı başa salmaq lazım. Otuzdurdu məni, qadı qızım, oxuya bilərsin. Səsin öyle gözəl deyir ki, deyim, hə, gözəl bir səsdir. Qızım, oxuya bilərsən. Mən məsləhət görmürəm. Ve bütün hayatının ağırlığını, bütün hayatının yükünü, onun neler çektiğini hamısını başladı xırda. Mənə qarşı daha büyük qızsa, sən niyə çıxıb oxumaq istəyirsənsə, bunların hamısını bilməlisən. Beni candan sandırdı, cefamadan yar, sanmaz mı? Yandı yahımdan muradım şem yanmaz mı? Tanu bimar canım devayı derdden ehsan Gamuya bimar canan davayı derdden ehsan Ne için kılmaz bana derman beni bimar sanmaz mı? Sanmaz mı? Ay 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 ay. Ailede 7 uşaq olmuş idi ki, qardaş 5 bacı. Böyümüz Rübabə bacım olur. Kiçigi də mən olmuşam. Bəlkə kiçik olduğum üçün məni bu qədər sevib, öz doğma balası kimi. Rübabə ümumiyyətlə çox təbiəti sevən, atan bir insan olub, bacı qardaşı sevən, həmişə qayğısına qalan. Məsələn, gedərdi, başa çıxardı. Həftədə bir dəfə də olsa Əli-Bayramlıya gedərdi. Gedim görüm, atam neynir, anam neynir. Gedərdi, oturardıq, Əli-Bayramlıda ağacımız var idi, nar ağacı, heyva ağacı da. Bütün ağaclardan var idi. Yəni, xərsə salın, burada oturaq, bir də samavar qoydurardı. Derdi, ağa, bir də neyvi götür, bir çal, bir mən də qəzəllərimdən oxuyayım. Başlayardı, ağam çalardı, bu qəzəllərindən oxuyardı. Rübabədə elə bir səs var idi ki, elə bir insanı yaşadırdı. Ciddi qadın oldu. Məsələn, deyər, Mahruğun da səsi var idi, o da istəyirdi oxusun, ancaq Rübabə narazılıq edirdi ki, lazım deyil. Bu sənət çox çətin sənətdir. Buna gəl öhdəsindən gələsən, bu sənətdən gəlib baş çıxardırsan. Neysə, mənim də səsim var idi. Mən ancaq qorxumdan səsimi çıxartmırdım. Deyirdim, birdən deyərəm, Rübabənin acığı gələr. Mahruğu qoymuşsa, mən heç qoymaz. Bir günlərdə mən evdə oturmuşdum, elə öz-özüm iş görürdüm. Eyvanda. Oxuyurdum. Mən bilmirdim bu evdədir də. Bir də gördüm ki, neysə bir əl gəldi belə çiynimə. Qayıtdı ki, nə oxuyursan?
Doğrudan da mən biraz utandım. Dedim, heç nə, elə belə zümzümə eləyirəm. Dedi, yox, bir də oxuyayım. Dedim, yox, utanıram, oxumuram. Nəsə elə bir şey çəkindim. Elə bildim, ciddi deyir də. Sonra gördüm ki, yox, mənə deyir, oxuyayım. Mən də başladım, gördüm ciddi deyir, ürəkləndim. Başladım oxumağa. Gecələr yuxusuz qoymuşsan məni, öyrənə bilmirəm ürək sirrini. Unutmaq çətindir gözəlim sənin. Unutmaq çətindir gözəlim sənin. Gəl gizlətmə məndən sən o sirrini. Sevirəm, sevirəm təmiz əşqinin. Gəl gizlətmə məndən sən o sirrini. Sevirəm, sevirəm təmiz əşqinin. Məndən küsməyi sanmaz halda, hicrinə dözməyə qalmadı taqət. Məndən küsməyi sanmaz halda, hicrinə dözməyə qalmadı taqət. Sevirəm mən səni, ay gözəl adam. Sevirəm mən səni, ay gözəl adam. Gəl gizlətmə məndən sən o sirrini. Sevirəm, sevirəm təmiz əşqini. Gəl gizlətmə məndən sən o sirrini. Sevirəm, sevirəm təmiz əşqini. Rübabə Muradova xoşbəxt sənətkarıdır. Taleyində yox, səsinin bəxtində bəxtəvəridir. Onun ifasında, nəfəsində Azərbaycan xalqının müdrikliyi, qədimliyi yaşayır. Rübabə Muradovanın ifa etdiyi təsnif də, mahnı da, muğam da yeni biçimdə, yeni xallarda idi. Ən kiçik həcmli mahnını da gərgin dramatizmi, bitkin kompozisiyası olan bir əsər kimi ifa edirdi. Sözə həssas, dəqiq münasibəti var Rübabə xanımın. Rübabə səsi, Rübabə avazı axar çaydı, təp-təzə bahar havasıydı. Ayrı düştük, aylar öttü, il oldu. İşkim sensiz bir çağlayan sel oldu. Ayrı düştük, aylar öttü, il oldu. İşkim sensiz bir çağlayan sel oldu. Bakşa saldım, çiçeği açtı, gül oldu, gül oldu. Niçin seni sonu da bilmirəm, niçin seni sonu da bilmirəm, onu da bilmirəm. Niçin seni sonu da bilmirəm, niçin seni sonu da bilmirəm, onu da bilmirəm. Deyirlər ki, yoxdur sevgi, məhəbbət. Bir-birinə qız oğlan edir adət. Deyirlər ki, yoxdur sevgi, məhəbbət. Bir-birinə qız oğlan edir adət. Doğrudan da yoxdur əgər məhəbbət, məhəbbət. Niçin səni sonu da bilmirəm, niçin səni sonu da bilmirəm,
bunu da bilmirəm. Hiç səni qəs olub da bilmirəm, hiç səni qəs olub da bilmirəm, bunu da bilmirəm. Rübabə xanım axır vaxtları tez-tez xəstə olurdu. Bir 30'a yaxın Bəxtiyarın mahnısını zapis eləmişdi. Deyirdi ki, Bəxtiyar, indi sevmirəm mahnısını heç kəsə vermə, mən nə qədər xəstə olsam da onu mən oxumalıyam. Elə oldu ki, o leşkamisidə yatırdı, biz getdik onun yanına, radyo, televizordan da gəldilər, onu apardılar evinin yanındakı bağda. Orada o ayaq üstə zorla belə özünü çox pis hiss eləsə də o indi sevmirəm mahnısını oxudu. Nahaq dəyişməsin fikrin niyyətin, keçmişi qaytarmaq çətindir çətin. Nahaq dəyişməsin fikrin niyyətin, keçmişi qaytarmaq çətindir çətin. Sənsiz yaşadığım ilk məhəbbətim, sensiz yaşadığım ilk məhəbbətim, oduna yansam da, oduna yansam da indi sevmirəm yar. Oduna yansam da, oduna yansam da indi sevmirəm. Ölümündən elə bir ki 10 gün qabaq gəldilər anam haqqında veriliş çəkməyəm. Demək, ondan da hardasa bir il qabaq, valla yadımdan çıxıb, bilməm, deyəsən Nizaminin məqbərəsi idi, ya Vaqifin məqbərəsi idi açılanda. Bu da yataqda yatmışdı, xəstə idi. Nüsrət Kəsəmənli Bənövşə şeirini oxudu. Bu, halsız gözün açdı, qulaq astı. Birdən belə qaldı ki, çox gözəl ürəyi var, bundan gələcəyinə gözəl şair ola bilər. Bunu dedi, üstündən bir xeyli keçdi. Nüsrət Kəsəmənlidir, bir də telestudiyanın işçiləridir, veriş çəkirdilər. O orada oturdu belə, danışdı və birdən özündən ixtiyarsız Bənövşə şeirin bir də yanıqlı oxumaq oxudu. Gördüm, Nüsrət müəllim özü pis oldu, tutuldu. Qatil Baba xan, bu şeiri yazanı tanıyırsınız. Qatil vallahi bir dəfə televizorda eşitmişəm bu şeiri. Hiç bilmirəm də kimdir. Nüsrət vaxtı ona Qatil Baba xan, bu şeiri yazan mənəm. Və özündən ixtiyarsız olaraq qucaqlaşdı. Ben belki de hayatımdaki Payızın Bənövşəm, her çiçekten tez düşer. Yumul Bənövşəm, yumul Bənövşəm, yumul. Kalarsan, kalarsan baka baka, kağız gül
səndən var. Arı yaman çoxalır. Arı yaman çoxalır. Gülü də sancır daha. Yumul bənəfşə. Yumul. İnsan kimi mahnıların da tərcümeyi halı var. Mahnı da ürəklərdə doğulur. Dillərdə, dodaqlarda yaşayır. Mən mahnıya bicanə yanışa bilmirəm. Ürəyim yanmasın. O vaxt dövlət təhlükəsizlik orqanları vardı. Onlara deyərəm, o vaxt Ruslar idarə edirdi oranı. Bizi gəldi, maşın götürdü. Dünya faciəsinin Everest zirvəsiydi bu. Bu sərhəddi açdılar Ruslar. Sərhəddi açmamışdan əvvəl bunun bədənində bir titrəmə yarandı. Mən buna fikir verdim. Başladı titrəməyə, bədən başladı titrəməyə. Göz, qaş, bütün orqanizmi başladı titrəməyə. Bu başladı ağlamağa, birdən özünü attı qabağa. İllər ötəcək, nəsillər dəyişəcək. Vətən niskilli o səs də heç vaxt olmayacaq.